Deməli, baxaq birinci suala. 40 dərəcə bucağı radianla ifadə edin. 40 dərəcə bucağı radianla ifadə etmək üçün deməli 40-ı vururuq pi böl 180-ə. Buradan da ixtisarlar gedir. Olacaq 2 pi böl 9. A variantı. İkinci sual. Radian ölçüsü pi böl 5 olan dərəcə ölçüsünü tapın. Radian ölçüsü pi böl 5-dirsə, ikinci sualda deməli pi böl 5-i radiandan dərəcəyə keçmək üçün vururuq 180 böl pi-yə. Burada da pi-lər gedir. 180 ilə 5 ixtisar gedir. Qalacaq 36 dərəcə. A variantı. Üçüncü suala baxıram. Üçüncü sualda deyir ki, deməli bərabər yazaq. 3 sinus pi 3 vurulsun. Sinus pi də 0 dərəcə 0 alır qiyməti. Çıxılsın 4 vurulsun kosinus pi. Kosinus pi də mənfi 1 alır. Üstə gəlsin 2 vurulsun. Tangens pi böl 4 də 45 dərəcədir. 45 dərəcədə də 1 qiymətini alır. Və burada 0 üstə gəl 4 üstə gəl 2 olacaq 6. A variantı. Keçirəm 5-ci suala. 4-cü sualda bundan eynidir. Keçirəm 5-ci suala. 5-ci sualda sinus 60 üstə gəl kosinus 30. Deməli sinus 60-da bizə verir kök 3 böl 2-ni üstə gəlsin. Kosinus 30-da verir bizə yenə kök 3 böl 2. Vurulsun tangens 60-da da kök 3 verir qiyməti. Bu da olur kök 3 vur kök 3 olacaq 3. Yəni C variantı. Keçirəm 7-ci suala. 7-ci sualda ki x bərabər pi olduqda fx deməli bərabərdir. Hesablayaq. Fx bərabərdir. Kosinus 2 vurulsun. X-in yerinə yazıram pi böl 6. Çıxılsın sinus 3 vurulsun pi böl 6. Çıxılsın tan 6 vurulsun pi böl 6. Bu da eləyəcək. Deməli, bunlar gedir. Kosinus pi böl 3. Çıxılsın sinus pi böl 2. Çıxılsın tan. Deməli, 6'lar gedir. Olur pi. Buradan da kosinus pi böl 3. Deməli, kosinus pi böl 3. Yəni, kosinus 60 dərəcədə 2-də 1. Çıxılsın sinus 90. 1. Çıxılsın tangens 180-də də. Tangens 180-də sinus 180 böl kosinus 180-də. Bu da eləyir 0. O da olacaq mənfi 0.5. Yəni C variantı. Keçək 8-ci suala. 8-ci sualda deməli 8-də nə deyir? 8-də deyir ki, ABC üçbucağında bucaq C 90 dərəcə sinus alfa vur kosinus alfanı tap. Sinus alfamız nəyə bərabərdir? Sinus alfa vur kosinus alfa yazaq. Bərabərdir. Sinus alfanın yerinə nə yazarıq? Sinus alfa qarşıdakı katetin hipotenuza, yəni C-yə nisbəti vurulsun. Kosinus alfa bitişik katetin C-yə nisbəti. Bu da eləyir ki, AB bölünsün C-nin kvadratı. Yəni B bəndi. Keçirəm 9-cu sual. 9-cu sualdakı ədədlərin işarələrini təyin edin. Baxırıq. 9-da kosinus 243. 243 deməli 3-cü rübün bucağıdır. 3-cü rübdə kosinus 243, yəni 3-cü rübdə kosinus mənfidir. Kosinus 350. 350 də 4-cü rübün bucağıdır. 4-cü rübdə kosinus müsbətdir. Ona görə A mənfi, B müsbət, Y variantı. 9-cu sualda da olacaq Y variantı. Deməli, 10-cu sualda da yenə yerinə yazıb hesablayacağıq. 11 də yenə eyni qaydada alfanın yerinə dərəcə ölçüsünü yazacağıq. 12-ci suala keçirəm. Deməli, 12-ci sualda da sinus sinus pi böl 6 bərabər yazıram. Sinus 30-da 2-də 1 üstə gəlinsin. 2 vurulsun. Kosinus 2 pi. 2 pi 360'dır. Kosinus 360'da da 1 alır. Üstə gəlinsin. 3'də 1 vurulsun. Kotangens kvadratı pi böl 6. Kotangens pi böl 6, yəni kotangens 30'da. Kotangens 30'da kök 3'dür. Üstdə də kvadrat var. Kvadrat olan kvadrat yazacağıq. Üstə gəlinsin. 4 vurulsun. Sinus 3 pi böl 2, yəni 270 dərəcə. 270 dərəcədə mənfi 1'dir. Çıxılsın. Tangens pi böl 4, tangens 45'də 1'dir. Üstə gəlsin. Sinus 3 vurulsun. Sinus 180'də də 0'dır. Bərabərdir. 2'də 1. Üstə gəlsin 2. Üstə gəlsin 3'də 1 vurulsun. Kökün kvadratı 3. Üstə gəl mənfi 4. Çıx 1. Üstə gəl 0. O da bərabərdir. 2'də 1. Üstə gəl 2. Üstə gəl 3'lər gedir. Üstə gəl 1. Üstə gəl mənfi 4. Çıx 1. Üstə gəl 0. Buradan da hesablasaq. Deməli. Olacaq mənfi 2, mənfi 1.5. Mənfi 1.5. Bu da 12-ci sual oldu. İndi 13 də bununla eyni tipli sualdır. Burada hamısında kvadrat var. Yəni qiymətlərinin kvadratı yazacaq. Keçək 14. Əslində 13 yazaq. 14-15 sayda sualda. 13 yazıram. Sinus pi böl 6. Sinus pi böl 6, yəni sinus 30'da 2'də 1'dir. 2'də 1'in kvadratı. Üstə gəlsin. Kosinus 60. Pi böl 60 dərəcədə. 60 dərəcədə 2'də 1'dir. 2'də 1'in kvadratı. Üstə gəl. Sinus kvadratı pi böl 4. Sinus 45 dərəcədə kök 2 böl 2'dir üstündə kvadrat. Üstə gəlsin. Tangens 60 dərəcə. 60 dərəcə kök üstü bunun kvadratı. Çıxılsın. Kotangens 30 dərəcədə yenə kök üstü onun kvadratı. Bu ikisi islah olundu. 2'də 1'in kvadratı 4'də 1. Üstə gəl 4'də 1. Üstə gəlinsin. Kök bu da 2 böl 4 eləyir. Bu da eləyəcək 4'də 4. Yəni tam. E variantı 13'də. Və 13'də biləndən sonra 14-15 eyni sualdır.
Gələk 16-cı suala. Deyir ki, mənfi 75 dərəcəni radianla ifadə edir. Mənfi 75 dərəcə, mənfi 75 olsun. Radian ifadə edəndə deməli vururuq pi bölü 180 dərəcəyə. Buradan ixtisar gedir, olur mənfi. 15 ixtisar gedir, burada qalır 5. 5. 15 ixtisar gedir, qalır 12. Olur mənfi 5 pi böl 12. Yəni C variantı. 16-cı sualda 17 qiymətli müsbət mənfidir. Yenə rübünə görə təyin eləyəcəyik. Yazaq 17-ni. Birincidə kosinus 1-dir. Kosinus 1 yəni burada 1 dərəcə deyil radianda. Ona görə buna kosinus 1,57-yə vurandır. 57 dərəcə eləyir. Sonra ikincidə kosinus 154 dərəcədir. Üçüncüdə kosinus 4. Kosinus 57-ni vurarıq 4-ə. Bu da 8. Kosinus 200 deməli 28 olacaq. 228. Sonra dördüncü kosinus 900 dərəcə. 900 dərəcə. Bunu da kosinus 180 vur. Deməli 5 kimi yazarıq. Və 5-ci də kosinus 259 dərəcə. İndi baxaq buradan. Buradan baxsaq, birinci rübdə müsbətdir. Sonra ikinci kosinus 150 ikinci rübdə mənfidir. 228 üçüncü rübdə mənfidir. Sonra kosinus 180 vur 5, yəni 180-in misilləri. Ona görə 180-də qiyməti mənfidir kosinusun və deməli kosinus 259, 259 da yenə 3-cü rübün uzaqdır və olacaq mənfi. Deməli yalnız 1 olacaq Y variantı. 17-ci sualda da oldu Y bəndi. Keçirəm 18-ci suala. 18-ci sualda deməli verib nə? Sinus alfa kök 3 bölü 2 və alfada baxırıq burada dərəcəsinə. Alfa deyir 0 ilə pi bölü 2 arasında, yəni 90 dərəcə. 90 dərəcə arasındadır 0 birinci rübdə. Birinci rübdə sinus alfa bərabərdir kök 3 bölü 2-dirsə, onda deməli alfamız buradan 60 dərəcədir. Birinci rüb üçün 60 dərəcədir. Və bizə nə deyir? Deyir ki, kosinus pi bölü 6 üstəgəl alfanı hesablayın. Buradan da bərabərdir. Kosinus pi bölü 6, yəni 186-ya böləndə 30 dərəcə. Üstə gəl, alfamız da 60-dır. 60 yazıram alfanın yerinə. O da deyir kosinus 90. Kosinus 90-da da 0 olur. D variantı. Keçirəm 19-cu suala. 19-cu sualda da deməli fx bərabərdir pi bölü 3-dür. Yəni fx bərabərdir yazaq pi bölü 3. Gx bərabərdir kosinus x plus 1. İndi bizə deyir ki, g fx-i tapın. Yəni demək istəyir ki, g-dəki x-in yerinə yazacaq fx-i. G-dəki x-in yerinə, yəni kosinus x-in yerinə fx-i yazıram. Pi bölü 3 üstə gəl 1. Kosinus 60 dərəcədə 2-də 1-dir. Üstə də 1 gələndə olur 1,2-də 1,5, yəni A variantı. Keçirəm 20-ci suala. Deyir hansı ifadələrdən hansı mənfidir? Mənfi müsbətinə görə yenə ayarlı baxaq. Kosinus 145 dərəcə ikinci rübdür. İkinci rübdə kosinus mənfi, tangens 125 ikinci rübdə mənfi. Bunun qiyməti olacaq müsbət, mənfini mənfiyə vuranda. Tangens 280 4-cü rübdə mənfidir. Kosinus 300-də 4-cü rübdə müsbətdir. Qiyməti olacaq mənfi. C variantı çıxdı. Tangens 314-cü rübdə mənfi, sinus 220 3-cü rübdə mənfi, buranda müsbət olur. Sinus 135-də müsbətdir, ikinci rübdür. Tangens 195-də 3-cü rübdə müsbətdir, bu da müsbət olur. Və tangens 130-da mənfidir, ikinci rübdür. Kotangens 160-da yenə ikinci rübdə mənfidir, olur müsbət. Onsuz da bizə C variantı çıxmışdı. 21-i baxarsınız, 22-yə baxıram. Bərabər yanlış bucağın oturacağı bitişik bucağı B-dir. Bərabər yanlış bucağı, demək oturacağı bitişik bucağı beta. Onda digər bucaq da betadır. Kosinus beta bərabərdir kök 3 bölü 2-dirsə, biz bilirik ki, kök 3 bölü 2-ni neçə dərəcədə alır? Betamız olacaq neçə dərəcə? Deməli, olur 30 dərəcə. Kosinus kök 3 bölü 2 30 dərəcə alır. Deməli, bunun oturacağı bitişik bucaqları 30 dərəcədirsə, bərabər yanlış bucaqsa, təpə bucağı da olacaq 120 dərəcə. C variantı. 23-cü sual da bu şəkildədir. 24-cü suala baxaq. 24-də nə deyir bizə? Qiymətini hesablayın deyir. Bərabər yazıb hesablayaq. 2 vurulsun. Kotangens pi bölü 45 dərəcədir. 45-i alır 1-də. Çıxılsın kosinus 1. Kosinus 1-də də mənfi 1-dir. Yəni 180-də olur mənfi 1. Bölünsün tangens pi bölü, yəni tangens 60 dərəcədə kök 3. Çıxılsın. Kotangens 90. Daha doğrusu 270. Kotangens 270-də də deməli kosinus böl sinusdur. Bu da 0 verir bizə. Vurulsun. Sinus 60. Sinus pi bölü 60 dərəcədə, 60 dərəcədə də kök 3 böl 2-dir. Bərabərdir. Sürətdə 2-nin üstə bir gələn 3. Məxrəcdə də 3 böl 2. Bu da eləyəcək 3-lər ixtisar gedəcək. Qalacaq 2. B variantı 24-də. 25 də bundan eyni tiplidir. 26-ya keçirəm. Deməli, deyək, ifadənin qiyməti mənfidir. İndi baxaq, görək ifadənin qiyməti necə mənfi ola bilər. A-nın kvadratı çıx 25, vurulsun. Sinus 3 burada radiyandır. Ona görə sinus 57-ni 3-ə vursaq, deməli, yazıram 57 vur 3. Dərəcəyə çevirməkçi. Vurulsun. Kosinus 1-i kosinus 57, vurulsun. Tangens 4-də tan 57 vur 4 kimi yazaq. 57 vur 4. O da bərabərdir. 57-ni 3-ə vuranda yazıq A kvadratı çıx 29, vurulsun. Sinus 57-ni 3-ə vuranda 1, deməli, 171 dərəcə, 171 dərəcə, vurulsun kosinus 57,
vurulsun qoysam vurulsun tangens tam. 57-ni 4-ə vuranda 8, 228. Deməli 228 dərəcə. Bərabərdir. İndi baxıram buradan. Deməli, buradan baxıram. Sinus 171 dərəcə düşür hansı rübə? Sinus 171 ikinci rübdə, sinusu müsbətdir. Kosinus 57 birinci rübdə müsbətdir. Tangens 228 də üçüncü rübdə müsbətdir. Hasil hamısı bu hissə müsbətdir və bizə deyir ki, A-nın hansı qiymətinə mənfidir. Mənfi olması üçün deməli bu hissəmiz bizim mənfi olmalıdır. Yəni A kvadratı çıx 25, burada 29 yazmışam. 25 kiçik olmalıdır 0-dan. Buradan da deməli A çıx 5, A plus 5 kiçikdir 0-dan. Bunda 0-dan kiçik yeri olur mənfi 5, 5. A variantı. Deməli 27-ci sualda eynidir. 28-ci suala baxıram. Deyir ki, olarsa kotangens x-i tapın. 28-ci sualda çarpaz şəkildə vursam 3, deməli bərabər yazıram. Çarpaz şəkildə vururam. 3 kosinus x, daha doğrusu bərabər yazım. 3 kosinus x plus 5 sinus x bərabərdir. Çarpazlaşdırıb vuranda olur 4 sinus x üstə gəl 2 kosinus x-a. Bir tərəfə yığsam, kosinus x bərabərdir mənfi sinus x-a. Kotangens x nəyə bərabərdir? Kotangens x kosinus x böl sinus x-dir. İndi biz də bu ifadədə hər tərəfin sinus x-ə bölsəm, kosinus x bölünsün sinus x bərabər olur mənfi 1-ə. Bu hissədə bizə kotangens x-i verir, bərabərdir mənfi 1-ə. Bu da deməli oldu E variantı. 29-cu sualda bundan eyni tip sualdır. Keçirəm 30-cu suala. Deyir ki, 30-cu sualda alfa birinci rübdədir. Yəni 0-la pi bölü 2 arasında 90 dərəcədədir. Deməli birinci rübdə. Kosinus alfa bərabərdir kök 3 bölü 2. Kök 3 bölü 2-ni biz bilirik ki, alır birinci rübdə kök 3 bölü 2 olur 30 dərəcədə kosinus üçün. İndi nə deyir? Kotangens pi bölü 6. Pi bölü 6-nın yerinə elə 30 dərəcə yazıram. Üstə gəl alfanın da yerinə 30 yazsam olur kotangens 60 dərəcə. Kotangens 60-da da olur kök 3 bölü 3 və yaxud da 1 bölü kök 3 C variantı. Deməli 31-ci suala baxıram. 31-ci sualda bizə verib alfanın A-nı, B-ni, C-ni verib və bunun işarələrini təyin edərək ifadəni sadələşdirir. Sinus ikinci rübdədir. Deməli müsbətdir A-mız. Kosinus 140 ikinci rübdə B-miz mənfidir. Tangens 25 birinci rübdə müsbətdir. Deməli bizdə nədir? Birinci köklə demək kvadrat gedəcək, modulda B çıxar. Üstə gəlinsin, modulda A plus C çıxılsın, B minus C. Bu şəkildə yazdım, bərabərdir. B-miz bərabərdir. İndi buradan sadələşdirək. Deməli, B-miz necədətdir? B-miz mənfədətdir. Mənfədətə müsbəti çıxanda mənfi olur. Mənfidə müsbət çıxanda mənfi olur. Sonra keçək ikinci modula. A da müsbəti, C də müsbəti. Müsbətləri toplayanda müsbət olur. Sonra B mənfidir, C müsbətdir. Müsbətdə mənfi çıxanda mənfi, daha doğrusu. Mənfidən müsbəti çıxanda mənfi eləyir. İndi birinci modul əksi çıxır, A minus B. Üstə gəl, ikinci olduğu kimi çıxır. Üçüncü yenə əksi çıxır, mənfi ifadəyə qaçdım, mötərizə yazdım. Burada da deməli, B-lər islah olunacaq. Elə bir dəfəli mötərizəni silsəm, burada üstə gəl olacaq. B-lər islah olundu, C-lər islah olundu, qalacaq 2A. Deməli, B variantı 21-də. Keçirəm 32-ci suala. Daha doğrusu 31-də oldu B variantı. Keçək 32-ci suala. Deməli, 32-ci sual deyir ki, mənfi kök 3 bölü 2 və M nöqtəsi vahid çevrə üzərində olarsa, vahid çevrə üzərində demişdik ki, vahid çevrə radiusu 1 olan çevrədir. Deməli, radiusu 1-ə bərabər olan çevrədir. Çevrəni çəkirəm. Bu 1 olan çevrədir, vahid çevrə. Biz də bilirik ki, bu birinci koordinat x-i, ikinci koordinat y-i göstərirdi və bu hissə bizim y-imiz idi, bu hissə də x-imiz idi. Deməli, x-in kvadratının üstünə y-in kvadratını gələndə, yəni hipotenuzun kvadratı 1-in kvadratını verməlidir. İndi burada da x-imiz var. Mənfi kök 3 bölü 2-nin kvadratı, üstə gəl y kvadratını bilmirik, yəni m kvadratı yazaq yerinə. Olacaq m-in. Bir dəqiqə rüzgar. Olacaq, üstə gəl m-in kvadratı bərabərdir 1-ə. Buradan da m-in kvadratı bərabərdir 1 çıxılsın 3 bölü 4. M-in kvadratı bərabərdir 4-də 1-ə. M də bərabərdir müsbət mənfi 2-də 1-ə. Müsbət mənfi 2-də 1. Yəni D variantı 32-də. Keçirəm 33-cü suala. 33-cü sualda nə deyir? Deyir ki, ABC 3 bucağında. Çəkək ABC 3 bucağın. ABC 3 bucağında deyir, bucaq A, B, C olsun. ABC 3 bucağında bucaq A 3 pi bölü 5-dir. 3 pi bölü 5-dir. Və bucaq B, bucaq C 24 dərəcə, B-nin radian ölçüsünü tapın. Yazaq. B ilə C-nin fərqi. Bunu 3 pi bölü 5-i biz 3 pi bölü 5-i radiana çevirəndə nə edirdik? 180, daha doğrusu dərəcəyə çevirəndə 180 bölü pi-yə vururdu. Bu deyilir 108 dərəcə. Deməli, A bucağımız 108 dərəcədir. A-mız 108 dərəcədir. Onda bucaq B ilə bucaq C-nin cəmi, bucaq B üstə gəl bucaq C bərabər olur. 180-dən 108 çıxanda 72-yə və bucaq B ilə bucaq C-nin də fərqini verib 24. Bunları alt-alta toplasam, 2 dənə bucaq B bərabərdir
6.96-ya. Bucaq B bərabərdir 48-ə. Bizdə elə bucaq B-ni istəyirdi onsuz da. Bucaq B-də 48 dərəcəni. Dərəcədən də radiana keçəndə yazıram 48 dərəcə nəyə bərabər? Dərəcədən radiana keçəndə 48-i vururduq pi böl 180-ə. Buradan da ixtisarlara aparsaq, deməli 12-yə getsə burada 4, 12-yə getsə burada qalır 15. Olur 4 pi böl 15, yəni D variantı. Bu da bu şəkildə 34-cü suala baxıram. 34-cü sualda nədir? Deyir ki, ABCD kvadrat 9 konqruent kvadrata bölünmüşdür. Sinus alfa vur, kotangens betanı tapın deyir. Bərabər yazdım. İndi baxaq, sinus alfa üçün burada 9 konqruent kvadrata bölünmüşsə, deməli hər birinin tərəfi 1-dir. Hər birinin tərəfi 1-dir. İndi burada bu alfanı görəcəksək ki, alfa, deməli bu alfanı köçürdürəm bura. Niyə köçürdürəm? Burada tam tərəf yaransın deyə. Aha. Yəni bu tərəfə paralel olduğuna görə bunlar uyğun bucaqlar olur. Ona görə köçürmə eləyə bilərik. Bax burada bir dənə belə düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucaq. Bu düzbucaqlı üçbucaqda deməli, tərəfin katetin biri 1-dir, biri də 1, yəni 2-dir. Onda sinus alfa nəyə bərabərdir? Sinus alfa bərabərdir qarşıdakı katetin, yəni bu düzbucaqlı üçbucağı buradan kənardan çəkim. Deməli, baxın, belə düzbucaqlı üçbucaq yaranıb. Bir tərəfi 1-dir, bir tərəfi 2-dir. Onda hipotenuz olacaq kök 5. Onda sinus alfamız bizim nəyə bərabər olacaq? Sinus alfada bu bucaqdır. Qarşıdakı katetin, yəni 2-nin hipotenuzu kök 5-ə nisbət. Sonra kotangens beta üçün baxaq. İndi kotangens betanı tapaq. Kotangens beta. Bu yazdığımı silirəm. İndi kotangens beta üçün baxıram. Baxıram ki, yenə burada tam deyil də xəttin yarısındadır. Bucaq xəttin yarısına yaran. Ona görə bu bucağı köçürdürəm bura, beta. İndi bu düzbucaqlı üçbucağa baxıram. Bu düzbucaqlı üçbucaqda da yenə tərəfin biri 1-dir, bir tərəfi də 3-dür. Bunu da yenə buradan çəkək. Düzbucaqlı üçbucaq. Belə bir düzbucaqlı üçbucaq. Bir tərəfi 1-dir, bir tərəfi 3-dür. Onda hipotenuz olur kök 10. Kotangens beta nəyə bərabərdir? Kotangens beta demək bitişik katetin qarşıdakı katetin nisbətdir. 3-ə nisbət, 1-in 3-ə nisbət. Aha, indi yazıram. Sinus alfanın yerinə yazıram 2 böl kök 5. Kotangens beta yəni 1 böl 3. O da eləyir ki, hər tərəfini kök 5-ə vursam 2 kök 5 böl 15. Yəni B variantı. Bu da oldu 34-cü sual. 35-də yazaq 35-ci sualı. Fx bərabər verib ki, bizə kosinus 6x bölünsün sinus 3x-a. O da bərabərdir. İndi bizə deyir f4 tapın. Yəni x-in yerinə f4 qoyuram. Kosinus daha doğrusu pi böl 4 qoyuram. 6 vurulsun pi böl 4 bölünsün sinus 3 vurulsun pi böl 4. O da bərabərdir. Elə pi böl 4 olsa 45 deməkdir də. Yəni apar yerinə 45 qoyuram. X-lar gedir 2-yə, 2-yə 3. Deməli, oldu 3 pi böl 2. 3 pi böl 2 270-dir. Kosinus 270 bölünsün sinus 3 pi böl 4 135-dir. Sinus 135. Kosinus 270-də 0-dır. Sinus 135-də kök 2 böl 2-dir. Bu da eləyəcək elə 0. Yəni D variantı. Keçirəm 36-cı suala. Burada da yenə düzbucaqlı üçbucaqdan istifadə edərək sinus alfa və kosinus alfanı tapırıq. Yazıb 3 sinus alfa 3 vurulsun. Sinus alfa nəyə bərabərdir? Baxıram bu düzbucaqlı üçbucağa. Bunu burada üstündə işləyək. Sinus alfa. Deməli, bu hissəni çəkirək. Aha, katetlər. Deməli, buradan bura 5-dirsə, deməli, çevrənin radiusu 5-dir. Radius 5-dirsə, onda bu hissədə 5 olacaq. Dəqiqə, qara oldu çox. Burada 5-dir. 5, bura 3-dürsə, onda bu digər katet olacaq 4. Sinus alfa nəyə bərabərdir? Qarşıdakı katetin, yəni 4-ün bitişik kateti 5-ə nisbəti çıxılsın 2-yə vurulsun. Kosinus alfa nəyə bərabərdir? Kosinus alfa da nəyə bərabərdir? Deməli, bitişik katetin hipotenuza nisbəti 3-ün 5-ə nisbəti. Bu da eləyir ki, 5-də 12 çıxılsın 5-də 6. Bu da yenə eləyəcək 5-də 6. Yəni 1 10-da 2-yə. 36-cı sualda getdi. Keçək 37-ci suala. Deməli, 37-də nə deyir bizə? Deyir ki, ABCD kvadratı 25 bərabər kvadrata bölünür. Deməli, hər biri yenə 1-dir. Ölçüsü hər bir kvadratdan, kiçik kvadratdan hər birinin tərəfinin uzunluğu 1-dir. Və bizə deyir ki, AD bucağı alfa, ADY beta olarsa tan alfa plus cos betanı tap. Bunun üçün nə edirəm? Yenə deməli, bunu 2 dənə 3 bucağa bölürəm. Düz bucaqlı 3 bucağa. Aha, böldük düz bucaqlı 3 bucağa 2 dənə. Deməli, onda bir tərəfin uzunluğu olacaq. Neçə dənə tərəf var? 1, 2, 3, 4. Deməli, bu tərəfin uzunluğu 4-dür. Bu tərəfin uzunluğu 2-dir. Bura bir F yazaq. AF 2-dir. FD 3-dür. Onda FD 3-dürsə, 3-ə 4-ə görə YD Pifagora görə 5 olacaq. 2-yə 4-ə görə də AY. AY'miz də kök 16 üzrə kök 20 olacaq. Kök 20. İndi tərəflərini tapandan sonra baxaq hesablanmasına. Tan alfa plus cos beta deyil. Tan alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetin nisbəti 2-yə nisbəti üstə gəl. Cos beta da nəyə bərabərdir? Bitişik katetin hipotenuza nisbəti, yəni 5-ə.
Aha, bunda o da bərabər olacaq. Deməli 2 üstəgəl 0,6 bu da eləyəcək 2,6. 2,6. Keçirəm 38-ci sual. Deməli, baxıram 38-ci sual. Bir dairəvi yolda A nöqtəsinin sadə əqrəbinin əks istiqamətə başlayan avtomobil A nöqtəsindən hərəkətə başlayır. Birinci 5pi/2 yol gedir, sonra bir müddət fasilə verir və qaldığı nöqtədən, yəni baxın diqqətinə, qaldığı nöqtədən yenə eyni istiqamətdə 13pi/4 radianlıq bucağa qədər hərəkət edir. Deməli, birinci 5pi/2 gedib, üstünə də gələk 13pi/4-ü. Bu da eləyir 4-də 23pi. Deməli, bu qədər yol gedir. Bizə deyir ki, A və B bucağının kiçik qiymətini tapın. İndi baxaq, 23pi/4. Bunu ayırsaq, deməli, bunu bu şəkildə iki cür yaza bilərik. Bir yaza bilərəm ki, 20pi üstəgəl 3pi/4 kimi. 3pi/4. Bir də yaza bilərəm ki, 21 pi çıxılsın pi/4. Bir də bu şəkildə yaza bilərəm. Deməli, bir yaza bilərəm 20pi üstəgəl 3pi/4. Bir də yaza bilərəm 21 pi çıxılsın pi/4 kimi yaza bilərik bunu. 20 nədir? Daha doğrusu. 5pi bərabərdir 5pi üstəgəl pi/4 və yaxud da 6pi çıxılsın pi/4. Bu şəkildə yaza bilərik. İndi hər iki hala baxaq. Birinci çevrəni çəkirəm, ya da elə burada baxaq. Deməli, birinci 5pi üstəgəl pi/4. 5pi nə deməkdir? Yəni 2 dəfə çevrə tam dövr eləyib, bir dəfə A nöqtəsindən başlayıb gəlib A nöqtəsinə geri qaydanda 2pi getmiş olur. Yəni çevrə tam 2pidirsə, 5pi getməsi üçün çevrə 2 dəfə tam dövr oldu. Və sonraki 5-ci pi-də gəlir düşür bura bir K nöqtəsinə. Və yenidən 3pi/4 də 135 dərəcədir. Gəlir 135 dərəcə. Bu şəkildə bura. Aha. Deməli, K-dan da 135 dərəcə gəlir F nöqtəsinə. Bizdən deyir ki, AOB-nin kiçik dərəcəsi. AOB bir belə böyük bucaq yarandı A nöqtəsindən B-yə. Bir də kiçik bucaqdır. Kiçik bucaq dediyi, baxın bu hissədir. Bu hissədə, deməli, K-dan F-ə qədər 135 isə burada qar 45 dərəcə. Kiçik bucaq deyilən 45. Eynisin yenə ikincidə yazaq. 6pi çıx pi/4. 6pi nə deməkdir? 6pi o deməkdir ki, bu 3 dəfə tam dövr eləyir. 3 dəfə tam dövr eləyəndən sonra yenə gəlir A nöqtəsinə dayanır. A nöqtəsindən sonra pi/4. Mənfi pi/4 nə demək? Yəni mənfi 45 dərəcə. Mənfi 45 dərəcə deyəndə demişik 4-cü rübün bucağıdır. Yəni əksinə gedir. Sadə əqrəbinin əksinə yox, sadə əqrəb istiqamətdə gedilir mənfi deyəndə. Baxın, yəni gəldi mənfi 45. Yəni 45 dərəcə. Bu da oldu 38-ci sual. Keçirəm 39 da bundan eyni sualdır. 40-cı suala. Deyir ki, düzbucaqlı 40 kvadrata bölünmüşdür. Bunun deməli, tan alfa vur kot alfanı tapın. Yenə beta bucağına baxırıq. Beta bucağı yenə baxsaq tərəfin ortasında durub. Ona görə betanı bu hissəyə götürdüm. Bu hissəyə və bizim bir dənə belə düzbucaqlı üçbucağımız oldu. Bu düzbucaqlı üçbucağın eni 2-dir. Katetin biri 2-dir. Digər kateti deməli 5-dir. Onda hipotenuzda olacaq 25/29. Bu 1. Beta üçün. İndi alfa üçün baxıram. Alfa bucağını birinci beta üçün yazıram. Deməli, kotanges betanı soruşurdu. Yazıram kotanges beta nəyə bərabərdir? Kotanges beta bərabərdir bitişik katetin qarşıdakı katetin nisbəti. Yəni 2-ni, daha doğrusu bitişik katetin qarşıdakı 2-nin 5-ə nisbətidir. İndi bunu silirəm. Keçirəm alfa bucağı üçün. Alfaya baxaq. Alfanı biz köçürdə bilərik hansı tərəfə? Alfanı köçürdürəm bura. Baxın bu hissəyə. Deməli, belə bir düzbucaqlı üçbucağımız yarandı. Belə bir düzbucaqlı üçbucağımız yarandı. Bunun da eni 2-dir, uzunu 3-dür. Daha doğrusu bir kateti 2, bir kateti 3. Onda bizə də tan alfanı soruşur. Tan alfamız da nəyə bərabərdir? Qarşıdakı katetin bitişik kateti 2-yə nisbəti. Bunların da hasilini istəyir. 5-də 2 vurdu, 2-də 3. Bu deyil 5-də 3, yəni 0,6. Bu da 40-cı sual idi. Deməli, burada mən xətti axıra qədər çəkmədim. Bir saniyə, bu xəttinə fikir versək. Buradan boş bucağa baxacaq. Burada da deməli alfanı qeyd elədik bura. Alfa nəyə bərabərdir? Qarşıdakı katet bura 7-dir. Burada 5-dir. Tan alfa nəyə bərabərdir? Qarşıdakının bitişiyə. Yəni 7-nin 5-ə. 7-nin 5-ə. Silə yazaq. 7-nin 5-ə nisbəti. Buradan da hasilini tapanda 5-də 2 vurulsun. 5-də 7. Bu deyir 25-də 14. 25-də 14. Bunu olmuş kəsrə çevirirsək 4-ə vursaq 0,56. Keçək 41-ci suala. 41-ci sualda nə deyir? Deyir ki, alfa ilə betanın cəmi 90-dır. Alfa ilə betanın cəmi 90-dırsa, deməli bu düzbucaqlı üçbucaqdır. A-nın B-yə nisbətini tapın deyir. Və burada şərt verib. Kosinus beta çıx sinus beta. Çarpaz şəkildə vursaq bunu. Deməli, kosinus alfa üstəgəl sinus alfa bərabərdir 3 kosinus beta çıxılsın 3 sinus betaya. Əslində burada alfa betadır, ona görə çarpaz şəkildə vurmaq işimizə yaramaz.
Bunu çevirmə düsturlarında yaza bilərik, amma hələ şu an keçmədiyimiz üçün belə baxaq. Kosinus beta nəyə bərabərdir? Bir tapıram. Kosinus beta bərabərdir qarşıdakının, yəni B-nin, daha doğrusu kosinus beta nəyə bərabər? Bitişiyin A-nın hipotenuza C-yə nisbəti. Sinus beta nəyə bərabərdir? Sinus beta qarşıdakının C-yə nisbəti. Kosinus alfa nəyə bərabərdir? Kosinus alfamızda deməli bitişiyin hipotenuza B-nin C-yə nisbəti. Sinus alfamızda nəyə bərabərdir? Qarşıdakının C-yə nisbəti. Bunların hamısını gətirib bu verilən şərtdə yerinə yazsaq, kosinus betanın yerinə A bölü C, çıxılsın sinus betanın yerinə B bölü C, bölünsün kosinus betanın yerinə B bölü C, üstə gəl A bölü C bərabərdir 3-də 1. Bunu da sürətlə məxrəcin hər tərəfini C-yə vursaq, sürətdə qalır A çıx B, məxrəcdə qalır B plus A bərabərdir 3-də 1. Çarpazlaşdırsaq, B plus A bərabərdir 3A çıx 3B-yə. Bu da 4B bərabərdir 2A-ya. Bizdən nə istəyirdi? Şərtdə A-nın B-yə nisbətin. Deməli, hər tərəfini də 2 B-yə bölüb 2 bərabər olur A bölü B-yə. Deməli, 2-yə bölüldü, sonra da B-yə böldük. Hər tərəfini 2 B-yə böldüm. Aha, bu da oldu 2. Keçirəm 42-ci suala. Deməli, 42-ci sualda nədir? Deyir, tangens alfa plus 30 bərabərdir 1 və alfa birinci rübdədir. Alfa birinci rübdədirsə, tangens 1-i alır 45 dərəcədə. Tangens 1-i 45 dərəcədə alırsa, deməli, alfa plus 30-umuz olmalıdır 45 və alfa da bərabərdir 15. Baxırıq ki, alfanı 15 tapdıq və birinci rübə düşür. Şərti ödədir. İndi keçirəm yerinə yazmağa. 2 sinus, deməli, 75 üstə gəl alfa, yəni 75 üstə gəl 15, üstə gəlsin 10 vurulsun kosinus, 75 çıx 15, 75 çıx 15. Aha, bərabərdir. 2 vurulsun sinus, bu bizə verir 90, sinus 90-da 1, üstə gəl 10 vurulsun. Kosinus 60. Kosinus 60-da da deməli bizdə olur 2-də 1. O da 2 üstə gəl 5 bərabərdir 7-yə. 43-cü sualda bundan eyni sualda keçirəm 44-cü suala. Deyir ki, uyğunluğu müəyyən edin. Deməli, burada baxaq 44-dən. Birin uyğun gəlir. Deyir sinus alfa müsbətdir, kosinus mənfidir. Sinusun müsbət, kosinus mənfi olduğu rüb hansı rübdür? Sinus müsbətdir, kosinus mənfidir. Bu ikinci rübdür, düzdür? Deməli, 44-də 1-ə uyğun gəlir A bəndi. Sonra, tangens mənfidir, kotangens mənfi. Hər ikisi mənfi olduğu rüb, alfa 3-cü rübün bucağıdır. Buna uyğun gəlir D bəndi. Sonra, bir dəqiqə. Deməli, tangens də mənfidir, kotangens. Daha doğrusu, 3-cü rübdə hər ikisi müsbətdir. Tangens də mənfi, kotangens də mənfi. Bu hansı rüblərdir? Ya 2-ci rübdür, ya 4-cü rüb. B variantı uyğundur. Sonra, sinus da mənfidir, kosinus da mənfidir. Hər ikisi mənfidir. Hər ikisi mənfi olduğu rüb 3-cü rübdür. 3-cü rüb B bəndi. Və hər ikisi mənfi olanda da hasili nə olur? Müsbət olur. Deməli, Y bəndi. Bir uyğun gəldi A, 2-yə B, 3-ə də D ilə Y. Bu şəkildə 45-də uyğunluqdur, 46-da uyğunluqdur. Bunlar da özünüz baxarsınız işarəsinə əsasən.